Omega Aptekin qarşısındayım. Deməli, siz ki gəlmişsiniz Omega Hospitala. Orada həkim müayinəsindən keçdiniz və fikirləşirsiniz ki, dərmanı hardan alıb, mənim vaxtım az geçsin, buna qənaət olsun. Zaman sərf etməyə ehtiyac yoxdur. Yaxınlaşırsınız bura, yaxınlaşırsınız. Əziz və dəyərli izləyicilər, bu reklam deyil, həqiqətən olanları sizinlə bölüşürəm və çəkilişimi edirəm. Omega Hospitaldan çıxdınız və sizə həkimlər resept yazıb, reseptinizi almağa vaxt, zaman, hansı aptek ucuzluqdur, yəni vaxt, zaman sərf etməyə ehtiyac yoxdur. Elə dərhal çıxışdan daxil olursunuz Omega Apteka peşəkar əczaçılar tərəfindən. Ona görə peşəkar əczaçılar deyirəm ki, həkim dili elə bir dildir ki, həkim yazısı elə bir yazıdır ki, hər adam onu anlaya bilməz. Amma burada olan peşəkar əczaçılar həkimin yazdığı reseptə uyğun həmən dərmanı verirlər. Olur bir deyirsən, hansı aptekə gedirsən, resepti verirsən, onun ya əvəz etisini verirlər, ya da onun oxşarını verirlər. Deyəndə deyirlər ki, tərkibindir. Yox, burada elə deyib, Omega Hospitalda peşəkar əczaçılar həmən dərmanı sizə verir. Yoxdur, söhbəti yoxdur bu aptekdə. Ola bilsin ki, hansı dərmanınız olmaya bilər. Günün ikinci yarısına kimi sizin reseptinizdə yazılan dərman kuryer tərəfindən gətirilir apteka və gəlib həmən dərmanı aptekdən əldə edirsiniz. Bu aptekin başqa apteka baxanda özəllikləri budur ki, zəhmət olsa mən keçirsən polkandalına, siz buradan kameranı qaldırıb oranı çəkərsiniz. Bu aptekin özəlliyi ondan ibarətdir ki, bütün gigiyenik və sanitar normalara riayət olunur. Aptekdə dərman satışları, yəni şkafda gigiyenik normalarla qeyd olunur ki, bir çox dərmanlar sərin və qaranlıq yerdə saxlanılmalıdır. Nisbi rütubət riayət olunur və dərmanların 90%-i şkaflarda saxlanılır. Gəlirsiniz kassa sistemində ödənişə, kompüter kassa ödənişi, bir bank və başqa bank kartlarda keçərlidir, ədəbi verilir. Tam qanuni olaraq bu aptekdə satış icra olunur və bununla da əlaqədar. Mən bir daha buradakı şkaflarda çəkilən təmiz və səliqəli, gigiyenik normalara uyğun təmiz, səliqəli, təmiz və əlavə olaraq da paylaşılacaq. Və ola bilsin ki, çoxuna maraqlı ola bilər ki, bunlar şkafda və yaxud da bunlar şkafdan kənardır. Çünki bunun sanitar gigiyenik normalları yaxşıdır. Qaranlıq yerdə olmasa da olar. Yəni tam bütün qanuni olaraq hər bir qaydalara əməl olunur.
Hörmətli izləyicilər, sizdən xahişimiz bizə dəstək üçün videonu bəyənməyi, paylaşmağı və şərh yazmağı unutmayın. Öncədən təşəkkürümüzü bildiririk.